müasir dünyamızın faciəsi. Müasir dünyamız faciənin içindədir. İndi izah eləyəcəm. Niyə görə müasir dünyamız faciənin içindədir? Bugün insanlar kosmosa gedirlər, bilirsiniz də. Kosmosa gedirlər, süni intellekt əsridir, dövrüdür. İnsanlar kosmosa gedirlər, amma eyni binada yaşayan qonşunun adını bilmirlər. Paradoksallığa baxın. Uzaq bir məsafəni qət eləyir, amma 5-ci mərtəbədə yaşayır, 1-ci mərtəbənin qonşunun və yaxud 4-cü mərtəbə qonşunun adını bilmir. 1000 kilometrlərlə uzaqdakı xəbərləri öyrənirlər, amma evin içində övladlarından, ailəsindən, övladlarının dərdindən xəbərsizdirlər. Çox ailələr var. Dünyanın hər yerindən xəbər verir, amma ailənin içindən xəbərsizdir. Övlad necə, hansı yoldadır, uşağı hansı yolla məşğuldur, xəbərsizdir. Saniyələr içində dünyanın o biri başı ilə danışır, amma Allahla 5 dəqiqə danışmağa vaxt olmur. Bu inkişaf deyil. Əksinə, bu vicdanın sönməsidir, bu ruhun yorğunçuluğudur. İmam Əli Aleyhisselamın hədislərinin birində var. İmam Əli buyurur ki, "Ən-nasu niyamun fe-izâ mâtu intəbəhu." İnsanlar yuxudadırlar, insanlar yatıblar. Öldükləri zaman oyanacaqlar. Biz çox zaman bəzi uşaqlar kimi gecə-gündüzü səhv başa düşürük. Bəzi uşaqlar var, körpə, 2 aylıqdır, 3 aylıqdır, o gecə ilə gündüzü qatışdırır. Biz də bəzən gecə ilə gündüzü qatışdırırıq. Biz bəzən axirətlə bu dünyanı səhv salırıq. Biz elə başa düşürük ki, bu dünya keyfdir, bu dünya ləzzətdir, bu dünyada hər şeyi görə bilirik. Amma axirətdə gördüklərimizi əgər biz indidən görsəydik, bu dünyanın körlüğünü hiss eləyərdik. Amma çox təəssüflər olsun ki, dünya pərəstlik, dünya girlik, dünya mənəm-mənəmliyi, şöhrət, var, dövlət, mən nə bilim, sevgi, bunlar hamısı bizim gözümüzü kör eləyib, bizim gözümüzü tutub. Biz dünyanın işıqlı bilirik, axirəti qaranlıq. Əksinə, axirət işıqlıdır, dünya qaranlıqdır.